Qəmin bu növü egoizmdən, mənəmçilikdən azad olan bir qəmdir. İnsan başqası üçün yanan zaman qəlbində bir mənəvi hüzur və şadlıq yaranır. Altruist duyğular, fədakarlıq, başqalarının qəminə alışıb yanmaq, bu insan qəlbində bir sevinc yaradır. Kərbəla hadisəsinə qəmlənmək, təcrübədən keçirən insanlar da təsdiq edə bilər ki, qəlbə qəribə bir fərəh bəxş edir. Çünki bu qəhrəmanlara axıdılan göz yaşıdır. Bu acizlikdən doğan bir zarmaq deyil. Bu fədakar insanlara, qürur duyduğun bir insanlara axıtdığın göz yaşıdır və bu göz yaşı axdıqca insan daxilində olan o mənfəətpərəstlik, mənfi meyllər, istəkləri yandırır və insanda qəribə bir mənəvi rahatlıq yaranır. Salmadım qamətirən asına toy xələtini, aldılar çünki əlimdən bu vəfa pərvərimi. Kərbəla, ay Kərbəla. Kərbəla həm də bizim milli kimliyimizə sirayət edib. Kərbəla hadisəsi, Məhərrəmlik, Aşura mərasimləri bir milli adət-ənənə kimi də qeyd olunub. Bu hadisə, Aşura hadisəsi bizim mətbəximizə sirayət edib, bizim musiqimizə sirayət edib, bizim ədəbiyyatımıza sirayət edib, bizim teatr tariximizdə ayrıca bir şəbih bölməsi var, ədəbiyyatımızda mərsiyə bölməsi var, mətbəximizdə hədiyyə bişiririk. Yəni, xalqın mədəni, milli kimliyinin də tərkib hissəsinə çevrilib. Ümumiyyətlə, hər hansı bir ideyanın yaşaması üçün onu mədəniyyətlə zənginləşdirmək lazım olur. Yəni, Kərbəla hadisəsini digər dini ayinlərdən fərqləndirən məsələ bundan ibarətdir ki, insanlar bir araya gəlir, həm də bir ritual icra edir. Birgə müəyyən rituallar icra edir, hətta əl hərəkətlərinə qədər eyni zamanda insanlar onu icra edir. Müəyyən ahənglər üzərində o mərsiyələr oxunur, klassik ədəbiyyatdan olan şeir incilərinə müraciət edilir və bu əslində özünə məxsus bir dini ayindir.